Salam dəyərli müəllimlər, hər birinizi xoş gördük. Mən Mürsalova Gülnarə, FES Akademinin kurikulum müəllimi. Dəyərli müəllimlər, bu gün sizə növbəti MİQ qəbul səviyyəli sınağı təqdim edirəm. Gəlin metodika suallarının izahına bir-bir baxaq. Birinci sualımız belədir. Cədvələ əsasən uyğunluğu müəyyən edin və cədvəlimiz təfəkkürün növləri haqqındadır. Müəllim şagirdlərə sual verir. Ədalət anlayışı qanunlarla müəyyən olunsun, yoxsa insanların vicdanı ilə fikrinizi əsaslandırın. Qarşısında da yazılıb abstrakt təfəkkür. Bəzən müəllimlər fikrinizi əsaslandırın sözünü harda görürlərsə, düşünürlər ki, bu tənqidi təfəkkür olsun. Əziz müəllimlər, düzdür, əsaslandırmaq, arqument gətirmək, mühakimə yürütmək, tənqidi təfəkkürdə öz əksini tapsa da, biz onun qarşısındakı situasiyanı nəzərdən çıxara bilmərik. Situasiyada bizə ədalətdən, vicdandan, sevgi anlayışından, humanizm, fəlsəfə, bu tipli şeylərdən danışırsa, təbii ki, biz bunu abstrakt təfəkkür götürməliyik. Ona görə də bir doğrudur, biri götürürəm. Şagirdlərdən biri problemin həlli üçün irəli sürülən 3 fərqli təklifin üstün və zəif tərəflərinə görə müqayisə edəcək və ən məqsəduyğun variantı əsaslandıracaq. Qarşısında yazılıb praktik təfəkkür və yazılıb yanlış. Bəli, yanlışdır. Çünki bu tənqidi təfəkkürə aiddir. Ona görə 2-ni də götürürük. Cavabımız elə olacaq 1 və 2. Digər variantlara baxaq. 3-ə, şagird məktəbdə növbələrin uzun çəkməsi problemini aradan qaldırmaq üçün elektron növbə sistemini layihələndirir. Produktiv təfəkkürə aiddir, amma qabağında yanlış yazılıb. Müəllimlər həmişə sual verir ki, produktiv təfəkkürlə yaradıcı təfəkkürün hər ikisində yaratmaq var. Bəs biz bunları necə ayıraq? Yadda saxlayın ki, dəyərli müəllimlər, hər ikisində yaradıcılıq var. Məsələn, bu onların ortaq xüsusiyyətidir. Amma produktiv təfəkkürdə daha çox bir problem yaranır və o problemin həlli üçün şagird hərəkətə keçir. Və bu produktiv təfəkkürə aiddir. Praktik təfəkkürdə də problem yaranır, amma əlində olan vəsaitlərdən istifadə edib problemi həll edir. Yəni, praktik təfəkkürdə yaradıcılıq yoxdur, amma produktiv təfəkkürdə isə yaradıcılıq var. 4-ə baxaq. Şagirdlər 2 tarixi hadisənin yalnız baş vermə tarixini sadalamır, onlar arasında əlaqəni də müəyyən edir, izah edirlər. Təbii ki, bu analitik təfəkkür üçün biraz aşağı səviyyəli sualdır. Ona görə analitik təfəkkür yox, cavab burada məntiqi təfəkkür verilməlidir. Və 4-ü də götürmürük. Variantımız oldu 1, 2, A variantı. Davam edirəm. Müəllim coğrafiya dərsində belə bir problem təqdim edir. Yaşadığınız ərazidə son illərdə su ehtiyatları azalmağa başlayıb. Bələdiyyə vəziyyətin yaxşılaşdırılması üçün 3 alternativ təklif edir. Yeni su anbarı, yağış sularının toplanması və su istehlakına məhdudiyyət. Şagirdlərin hər biri alternativ qərarın mümkün, müsbət və mənfi nəticələrini, risklərini və uzun müddətli təsirlərini ardıcıl şəkildə təhlil edir. Daha sonra nəticələrə əsaslanaraq ən uyğun qərarı seçirlər. Baxın müəllimlər, ən uyğun qərarı seçmək, səmərəli qərar vermək, təhlil mərhələsinin ən üst yaşadığı iş üsulu hansıdır? Təbii ki, qərarlar ağacı. Debatda əsasən biz görürük arqument gətirməyi, mühakimə etməyi, bir tərəf təsdiq edir, bir tərəf təkzib edir. Şagirdin nitqini formalaşdıran, natiqlik bacarığı formalaşdıran, daha çox məntiqi riyazi intellekti olan şagirdlər üçün əhəmiyyətlidir. Sokrat dialoqu da burada da yenə müzakirə var. Əsas açar sözü sualdan yeni sualların çıxmasıdır. Müəllim əvvəlcədən qaydaları müəyyən edir və bütün uşaqların iştirak edə biləcəyi suallar hazırlamalıdır. Lakonik ifadələrlə bəzən müzakirəni qısa olaraq dayandıra bilər. Yəni, hər hansı bir fikri qısa olaraq dayandıra bilər. SWOT analizi layihə işlərində ən çox istifadə etdiyimiz iş üsullarından biridir. Qərar vermədə, düşünmədə yaxşı strategiya formalaşdıran iş üsuludur. Şagirddə metakognitiv bacarığı formalaşdırır SWOT analizi. Bundan əlavə olaraq şagird bir layihənin üstün cəhətlərini, zəif cəhətlərini, riskləri və s. bunları təhlil etmək imkanı qazanır.
Akvariumda əsas açar sözü daxili və xarici qrupların olmasıdır. Yoldaş qiymətləndirməsi var burada. Müəllim şagirdlərin göz kontaktı qurmasına diqqət etməlidir burada. Sonda uşaqlar bir-birlərinin işini qiymətləndirəcəklər. Sonda deyəndə, yəni əvvəl daxili qrup olur, sonra xarici qrup olur. Birinci daxili qruplar danışır və xarici qrup dinləyir, qeydlərini götürür, nələrlə razılaşıb razılaşmadıqlarını qeyd edirlər. Sonra yer dəyişmə baş verir. Burada olan qrup keçir bura və B qrupu gəlir ortaya. Yəni bu iş üsulunun əsas açar sözü daxili və xarici qrupların olması, yoldaş qiymətləndirməsinin olmasıdır. Davam edirəm növbəti sualına. Coğrafiya ekskursiyası zamanı müəllim şagirdlərdən ərazidə baş verən dəyişikliklərin səbəbləri barədə fikir yürütmələrini istəyir. Şagird isə əvvəlcə relyef, bitki örtüyü, torpaq quruluşu ilə bağlı müşahidələrini dəqiqliklə qeyd edir. Nəticə hissəsində topladığı konkret məlumatların dəqiq qənaətə gəlmək üçün kifayət etmədiyini düşünür, ona görə də fikir yürütməyə tələsmir. Bizdən nə istəyir? Bu davranış hansı şəxsiyyət tipinə uyğundur? Biz bilirik ki, şəxsiyyət tipləri Carl Jung'un nəzəriyyəsində öz əksini tapır və Carl Jung şəxsiyyəti həm enerji istiqamətinə görə, həm də məlumatı qəbul edib qərar verməsinə görə bir neçə tipə bölmüşdür. Hal-hazırda isə, məsələn, ekstraverti, introverti də izah edim sizə. Ekstravert daha çox xarici təsirlərə meyilli olan, xaricdən gələn enerji ilə qidalanan və daha çox faktlara, daha çox müşahidəsinə əsasən nə isə müəyyən edən bir tipdir. Ünsiyyəti sevir, şəxslərarası intellektə sahib şəxsiyyət tipidir. İntrovert isə müəllimlər, baxın, introvert deyir, hər şeyi dəqiq qeyd edir. Konkret məlumatlardan çox da istifadə eləmir. O deyir ki, bu konkret məlumatlar kifayət deyil. Yəni, introvert daha çox araşdıran, daha çox təhlil edən, əgər qənaətə gəlmək istəyirsə, bir fikrə gəlmək istəyirsə, həmin məsələni əməlli başlı analiz edən şəxsiyyət tipidir. Ona görə biz ekstravertləri çıxardırıq. Qalır introvert hiss etmə, introvert düşünmə. İntrovert hiss etmə də müəllimlər əsasən dəyərlərlə bağlıdır. Yəni bir insan qərar verəndə nəyə diqqət edir və yaxud da müəyyən bir məsələ ona uyğun deyilsə, amma o şəxsi dəyərlərə görə onu qəbul edəcək, yoxsa yox. Bax, bu tipli məsələlərdə introvert hiss etməyə baxa bilərik. Amma bizim cavabımız burada introvert düşünmədir. Introvert düşünmə qərarlarını həmişə analiz edir, məlumatı mütləq şəkildə dərinliklə təhlil edir, analiz edir və əgər müəyyən bir, belə deyək də, ideya əksikliyi varsa, görürsünüz, burada deyir ki, konkret məlumatlar kifayət etmir. O geri çəkilir və araşdırmasını tam əmin olduqda irəli sürməyi düşünür. Ona görə də cavab introvert düşünmə olur burada. Davam edirəm 4-cü sualla. İki od arasında romanında Qarabağ xanlığının mürəkkəb siyasi vəziyyəti və hadisələrin fonunu təşkil edən tarixi hadisələrə münasibət bildir. İnteqrasiyanın növünü müəyyən edin. İki od arasında roman deyirsə, biz burada əlbəttə ki, ədəbiyyat fənninə, yəni filoloqların sualıdır bu, düşünməliyik. İki od arasında Qarabağ xanlığının mürəkkəb siyasi hadisələri və tarixi hadisələrə deyir münasibət bildir. Ədəbiyyat dərsi və tarixin inteqrasiyası var burada. Ona görə də yalnız fənlərarası inteqrasiyanı götürürük. Cavab E variantı. Fəndaxili inteqrasiya yoxdur burada, çünki ədəbiyyatın iki məzmun xətti yoxdur. Münasibət bildirməyi ancaq istəyəcək burada. 4-də E variantı. Davam edirəm 5-ə. Uyğunluğu müəyyən edin. Bu tipli suallar sizin qarşınıza 2026-cı ildə çıxa bilər. Sizə problemli situasiya təqdim edə bilər və ona pedaqoji yanaşma necə olmalıdır? Çox uzun bir sual tipi qarşınıza çıxa bilər. Amma həcmcə böyük olan suallardan heç vaxt qorxmayın. Bir-bir variantları təhlil edin və çıxdaş edərək doğru cavabı tapa bilərsiniz. Gəlin indi biz baxaq, görək problem nədir və ona yanaşma doğrudurmu, yoxsa yox? Dərsin sonunda müəllim şagirdlərlə
komanda oyunu təşkil edir. Oyun zamanı şagirdlərdən biri qaydalara əməl etmir, növbəsini gözləmir və şagirdlərin oyunlarına müdaxilə edir. Bu səbəbdən oyunun məqsədi pozulur. İndi müəllim nə etməlidir? Müəllim qaydaları pozan şagirdi oyundan kənarlaşdırır və növbəti oyunda qaydaların mahiyyətini ona ətraflı izah edir. Təbii ki, A variantında uyğunluq yoxdur. Çünki qaydaları pozan şagirdin oyundan kənarlaşdırılması dəstəkləyici mühitin pozulması deməkdir. Müəllim qısa bir ara verə bilərdi, refleksiya edə bilərdi, şagirdi əməkdaşlığa cəlb edən tədbir görə bilərdi. B variantına baxaq. Sinifdə həyata keçirilən xeyriyyə layihəsi zamanı şagirdlərdən biri yoldaşının hazırladığı ideyanı öz ideyası kimi təqdim edir. Nəticədə qrup üzvləri arasında narazılıq yaranır, qarşılıqlı etimad azalır və əməkdaşlıq zəifləyir. Müəllimin yanaşması necə olmalıdır? Müəllim dürüstlük haqqında məlumat verib qaldığı yerdən davam etməlidir. Yəni, axı, burada problem həll olunmamış qaldı. Uşaqlar öz ideyasını, bir uşaq digər uşağın ideyasını götürdü. Düzdür, müəllim dürüstlük haqqında məlumat verə bilər. Amma bu problemdə həll olunub sonra layihəyə davam olunmalıydı. Şagirdlər sinif qaydalarını birlikdə hazırlasalar da, sonradan bir neçə şagird onlara əməl etmir. Müəllim qaydalara nəzərdən keçirdir və qaydaların qəbul edilməsi üçün yollar müəyyənləşdirir. C variantı doğru deyil. Birinci, müəllim qaydaları şagirdlərlə bir yerdə yenidən nəzərdən keçməlidir və qaydalar uşaqlarla müzakirə edilməlidir. D variantına baxaq. Dərs zamanı qrup işi aparılarkən bir neçə şagird yoldaşının fikrinə istehza edir. Nəticədə həmin şagird fikirlərini bölüşməkdən çəkinir və qrupun fəaliyyəti zəifləyir. Müəllim nə etməlidir? Müəllim fəaliyyəti dayandırmamalıdır. Qrup üzvlərinə istiqamətləndirici rəy verməlidir. Yəni, bu rəy əməkdaşlıqla bağlı ola bilər, ünsiyyətlə bağlı ola bilər və müəllim hər kəsin iştirakını dəstəkləməlidir. Bəli, D variantı bizim ən uyğun, uğurlu variantımızdır. Y variantına baxaq. Sinifdə keçirilən viktorinada bir şagird qalib gəlmək üçün internetdən gizli istifadə edir. Müəllim nəticəni ləğv etmədən dürüstlük və etibarlı davranışın əhəmiyyətini müzakirə edir. Amma baxın, burada həm də nəticə ləğv olunmalıydı. Çünki haqsızlıq oldu. Şagird bir balı internetdən tapdığına görə qalib elan olunacaq. Yəni, burada biraz qrupun balansı pozula bilər. Ona görə də Y variantı doğru yanaşma deyil. Davam edirəm. Növbəti sualımız belədir. Müəllim tədris prosesində şagirdləri yalnız hazır məlumatı qəbul etməyə yönəltmir. O, problem əsaslı tapşırıqlar, debat, tədqiqat layihələri, simulyasiya fəaliyyəti və müxtəlif rəqəmsal platformalardan istifadə etməklə öyrənənlərin araşdırma aparmasına, fikir mübadiləsi etməsinə və müstəqil nəticələr çıxarmasına şərait yaradır. Bu yanaşmanın müasir pedaqogika prinsipləri baxımından ən mühüm nəticəsi hansı ola bilər? Yəni, müəllim problem əsaslı tapşırıq verir, simulyasiya təşkil edir, rəqəmsal platformalardan istifadə edir. Nəyə görə bunu edir? Bunu sizə demək istəyir. Baxırıq variantlara. Tədris proqramının bütün mövzularının daha qısa müddətdə mənimsənilməsinə və müəllimin izah yükünün azalmasına imkan yaradır. A variantı doğru deyil. Bu problemlər, bu baş verənlərin hamısı uşağın qısa müddətdə mənimsəməsi üçün yox, onda 21-ci əsr bacarıqlarının formalaşması, həqiqətən də müəyyən səriştələrə sahib olması üçün, kompetensiyalara, səriştələrə sahib olması üçün aparılır. Ona görə A doğru deyil. Şagirdlərdə öyrənmə məsuliyyətini gücləndirərək öyrənmənin və biliklərin yeni situasiyalara transferinin inkişafına şərait yaradır. Bəli, B variantı doğrudur. Öyrənmə məsuliyyətini gücləndirir və uşaqlar öyrəndikləri bilikləri tətbiq edərək yeni biliklər əldə etməyə sövq olunur. Müəllimin nəzarət imkanlarını genişləndirir və təlim prosesini idarə olunan hala gətirir. Təbii ki, bunu da götürə bilmərik. Burada nəzarətdən söhbət getmədi. Müəllim şagirddə səriştə bacarıq formalaşdırmaq istəyir. Təlim fəaliyyəti bütün şagirdlərin eyni idraki strategiyalar vasitəsilə nəticəyə nail olmasına şərait yaradır. Baxın, eyni idraki strategiyalarla şagirdlər heç vaxt bir nəticəyə nail ola bilməzlər. Fərqli strategiyalar olmalıdır ki, orada da yuxarıda bizə verilir.
debatlar, tədqiqat layihələri, simulyasiyalar və s. Tədris prosesində informasiya yükünü azaltmaqla öyrənmənin sürətini artırır. Əslində burada informasiya yükünün sürətini azaltmaqdan söhbət getmədiyinə görə Y variantında götürmürük. Davam edirik növbəti sualına. Müəllim riyaziyyat dərsində şagirdləri qruplara ayıraraq eyni məsələnin müxtəlif həll üsullarını hazırlamağı tapşırır. Qruplar təqdimat zamanı seçdikləri üsulun üstünlüklərini əsaslandırırlar. Təqdimatdan sonra qrup üzvləri arasında hansı həll üsulunun daha səmərəli olduğu barədə fikir ayrılığı yaranır. Şagirdlər arqumentlər irəli sürsə də ortaq nəticəyə gələ bilmirlər. Müəllim nə etməlidir? Müəllim qruplara öz arqumentlərini sübutlarla əsaslandırmaq üçün əlavə vaxt verməlidir. İstiqamətləndirici suallar vasitəsilə onların bir-birini fikir təhlil etməsinə və ortaq qərara gəlməsinə şərait yaratmalıdır. Baxın, əlavə vaxt verə bilər, çünki uşaqlar nəticəyə gələ bilmirlər. İstiqamətləndirdi həmçinin, ortaq qərara gəlməsinə də şərait yaratdı. Deməli, 7-də Y variantı, A variantı doğru variantdır. O biri variantlarda nədir problem? Baxaq. Müəllim hər qrupun arqumentlərini qısa şəkildə dinləyir, vaxt itkisini azaltmaq üçün ən məntiqli hesab etdiyi üsulu sinifə bildirir. Bax, bu artıq müəllim yönümlü yanaşma oldu. Müəllim bütün həll üsullarını qəbul edə biləcəyini bildirərək şagirdlərin fərqli mövqelərini yazılı şəkildə təqdim etməsinə şərait yaradır. Əgər uşaqlarda fikir ayrılığı varsa, yazılı şəkildə də bu problem həll olunmayacaq. Bu problemin kökündən həlli A variantında deyildiyi kimi həm istiqamət vermək, həm vaxt vermək, həm də onların ortaq qərara gəlməsi üçün şərait yaratmaq lazımdır. D variantında deyir, müəllim hər qrupun təqdimatını qiymətləndirərək ən yüksək bal toplayan qrupun həll üsulunu nümunə kimi qəbul etməlidir. Bu da ayrı-seçkilikdir, qərəzli yanaşmadır. Müəllim səsvermə təşkil edərək şagirdlərin çoxunun dəstəklədiyi həll üsulunu seçməlidir və ümumi qərar kimi bunu qəbul etməlidir. Bu da sinifdə ab-havanı, dəstəkləyici mühiti pozmuş olar. Ona görə yeni də götürmürük. Davam edirik. Düzgün cavab axtarma, qeyd götürmə bacarığı, mütaliə və təfəkkürün inkişafı üçün hansı iş üsulunu götürməliyik biz? Hansı iş üsuludur müəllimlər? Bu insert, qeyd götürmə, işarələr sistemi, mütaliə, oxuyub anlama, dinləyib anlama bacarığını şagirddə formalaşdırır. 3-2-1 bizim refleksiya üsulumuzu əsasən dərsin sonunda aparırıq. Şagird 3 bildiyi, 2 maraqlı olan, 1 qaranlıq qalan məqamı dərsin sonunda qeyd edir. Bloom kubu elə bir iş üsuludur ki, müəllim hər tərəfli suallar hazırlaya bilir. Bloom'un İraj taksonomiyasına uyğun olaraq 6 sual hazırlayır və bu 6 sual müxtəlif səviyyədə ola bilər. Sokrat dialoqundan bayaqlar danışdıq. 4-1 KH-da layihə işlərinin aparılmasında, kriminologiyada çox önəmli strategiyalardan biridir, iş üsullarından biridir. Şagirdlər 6 suala cavab tapmaqla 4N1K 1H hərfi ilə başlayan sualları tapmaqla bir işin qərar vermə mərhələsində, başlanğıcında müəyyən suallara cavab tapa bilərlər. 4N1KH suallar texnikası da hesab olunur. Davam edirəm. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Tənəffüs zamanı bir neçə şagird sinif yoldaşının çantasını əlindən alıb yerə atır. Bəli, bu fiziki bullyingdir. Məktəb əşyalarına, məktəb əmlakına ziyan vurmaq fiziki bullyingdir. Həmçinin fiziki bullying qarşılıqlı təmas nəticəsində əgər toxunma varsa, şiddət, toxunma prosesi ilə baş verirsə, bu da fiziki bullyingə aiddir. Ona görə biri götürürəm. Şagird sinif yoldaşının xarici görünüşünü məsxərəyə qoyur. Bu verbaldır, yəni onun görünüşü ilə bağlı onu ələ salırsa, bu verbal bullyingə aiddir, tədris bullyingi deyil. Qrup işi zamanı bir neçə şagird əvvəlcədən razılaşaraq sinif yoldaşının komandalarına qəbul etmir. Sosial bullyingdir, amma qarşısında qeyri-verbal yazılıb, ona görə bunu da götürmürük.
Müəllim hər dəfə eyni şagirdi lövhəyə çağırır, şagird səhv cavab verdikdə isə onunla sinif qarşısında kinayəli zarafat edir. Hər müəllim gördüyümüz situasiyanı tədris bullinqi götürə bilmərik. Müəllim də şagirdə fiziki bullinq də edə bilər, qeyri-verbal bullinq və verbal bullinq də edə bilər. Hal-hazırda müəllimin etdiyi verbal bullinqdir. Hər dəfə şagirdlə kinayə ilə danışır. Burada artıq düşünülməmiş bir proses yoxdur. Düşünərək kinayəli şəkildə danışır. Cavabımız 1, 4, 9-da Y variantı oldu. Davam edirəm. Müəllim tarixi hadisələrin səbəb-nəticə əlaqələri mövzusu tədris etdikdən sonra müşahidə edir ki, uşaqlar müxtəlif tarixi mənbələrdən istifadə etsələr də, həmin məlumatları müqayisə etməkdə, mənbələrin etibarlılığını dəyərləndirməkdə və hadisələr arasında əlaqə qurmaqda çətinlik çəkir. Bu bacarığın inkişafı üçün müəllim hansı addımı atmalıdır? Müəllim şagirdlərə bir tarixi hadisə ilə bağlı geniş konspekt təqdim edir. Sonra həmin konspekt əsasında əsas faktları yadda saxla deyir və şagirdlər düzgün informasiya modelini mənimsəyirlər. A variantı niyə doğru deyil? Hafizəyə yönəldiyi üçün. Bizdə müəllimlər yuxarıda problem müqayisə etməkdir. Məsələn, belə deyək də, anlamaq mərhələsi, təhlil, dəyərləndirmək mərhələsinin uşaqda formalaşmadığını görürük. Amma A variantında uşaqda biz xatırlamaq mərhələsini formalaşdırırıq. Ona görə A deyil. Müəllim eyni dövrə aid bir neçə fərqli tarixi sənəd və mənbə təqdim edir. Şagirdlərdən hər mənbənin yaranma səbəbini, müəllifin mövqeyini və tarixi kontekstini müəyyənləşdirməyi, daha sonra mənbələr arasındakı uyğunluq və ziddiyyətə əsaslandıraraq ümumi nəticəyə gəlməyi tələb edir. Bəli, bax, bu şagirddə mənbəni əsaslandırmaq, etibarlılığı dəyərləndirmək, müəllifin mövqeyini, tarixi kontekstini müəyyənləşdirmək, bunlar şagirdə kömək edər. Onda dəyərləndirmək, təhlil mərhələsi formalaşsın. Deməli, B variantı doğru variantdır. C variantına baxaq. Müəllim şagirdlərə müxtəlif mövzularda sərbəst seçim imkanı verir. Onlar internetdən məlumat toplayıb təqdimat hazırlayacaqlar. Burada məsələn uşağın təqdimat bacarığı daha çox inkişaf etdi. Yuxarıda deyilən bacarıqlar inkişaf etmədi. Müəllim əvvəlcə mənbənin təhlilinin qaydalarını izah edir, sonra nümunə üzərində kollektiv izah aparır. Bura qədər bəlkə də doğrudur, amma düzgün cavabı özü təqdim edir və deyir ki, modeli təkrarlayın. Bu da yenə şagirdlər heç bir şey etmiş olmadı burada. Hər şeyi müəllim etdi. Amma bura qədər doğruydu. Yəni qaydaları izah etmək, nümunə üzərində göstərmək doğruydu. Müəllim müxtəlif fikirləri əks etdirən mətnləri təqdim edir, lakin istiqamət vermir. İstəyir ki, uşaqlar özləri müstəqil nəsə qazansınlar, bu da doğru deyil. Məsələn, B variantında deyir ki, bir neçə mənbə verdi, bir neçə sənəd verdi. Yəni, şagirdin nəyəsə tapmasını müəllim biraz rahatlaşdırdı. Davam edirəm. 11-ci sualla. 11-ci sual taksonomiya ilə bağlıdır. Əsərdə təsvir olunan hadisələr bu gün baş versəydi, cəmiyyətin reaksiyası necə fərqlənərdi? Fikrinizi əsaslandırın. Demək ki, əsərdə təsvir olunan hadisələr bu gün hələ baş verməyib və müəllim sizin fikrinizi burada soruşur. Ona görə də bu dəyərləndirmək mərhələsinə aiddir. Yadda saxlayın, arqument gətirmək, mühakimə yürütmək, öz fikrini əsaslandırmaq, öz yanaşmanı əsaslandırmaq dəyərləndirmək mərhələsinə aiddir. 12-yə baxaq. Tarixi şəxsiyyət əsasında yaradılmış obrazın tarixi həqiqətlə nə dərəcədə uyğunluq təşkil etdiyini müəyyən etmək məqsədi ilə şagirdlərdən onu tarixi mənbələrdə verilən məlumatlarla müqayisə etmələri və nəticələrini əsaslandırmaları tələb olunur. Bu da bildiyimiz kimi yuxarı təfəkkür səviyyəsinə aid olan sualdır. Biz bu sualı anlamaq mərhələsi götürə bilmərik. Şagird həm tarixi şəxsiyyəti, həm o obrazın tarixlə nə dərəcədə uyğunluq təşkil edildiyini araşdırmalıdır, tarixi mənbələrdən məlumat toplamalıdır və fikrini əsaslandırmalıdır. Ona görə də bu D variantı olacaq 12-də təhlil mərhələsi. Davam edirik.
Əvvəllər uğursuzluq yaşayanda səbəbi həmişə başqalarında axtarırdım. Sonradan başa düşdüm ki, həmin anlarda hisslərimi və reaksiyalarımı düzgün qiymətləndirmirdim. İndi hansı emosiyanın davranışlara təsir etdiyini müəyyən edə bilirəm. Baxın, hansı emosiya davranışıma necə təsir edəcək? Nə ilə bağlıdır bu? Təbii ki, emosional intellektin 5 komponenti var. Birinci komponent olan özünü dərklə bağlıdır. Özünü dərk insanın kimliyidir. Yəni sən kimsən, özünü tanıyırsan. Bu şagird də əvvəllər başqalarında problem görürdü, amma indi isə problemi özündə görə bilir. Deməli, öz mənfi, müsbət xüsusiyyətlərini artıq təhlil edə bilir. Edə bilirsə özündəki mərhələsindədir. Davam edirəm. Uyğunluğu müəyyən edin. Şagirdin yaşadığı mühit haqqında məlumat toplamaq diaqnostik qiymətləndirmədir. Şagird üçün risk təşkil etmir, onun güclü və zəif tərəflərini üzə çıxardır. Bu diaqnostik qiymətləndirmədir. Formativə də aid ola bilər, amma summativ deyil. Şagirdin tədris vahidi ərzində əldə etdiyi təlim nəticələrinin səviyyəsini ölçür. Summativ qiymətləndirmədir. İlin müəyyən vaxtlarında müxtəlif fənlərdə ayrı-ayrı ilin müəyyən vaxtlarında müxtəlif siniflərdə ayrı-ayrı fənlər üzrə keçirilən monitorinq tipli qiymətləndirmədir. Deməli, bu da ümumiyyətlə məktəb daxili qiymətləndirməyə aid deyil. Məzmun standartının mənimsənilməsi ilə bağlı təhsil alanın əldə etdiyi nailiyyətin müəyyən olunması məqsədi ilə aparılır. Bəli, bu summativ qiymətləndirməyə aiddir. Nailiyyətlərin ölçülməsi, məzmun standartına yiyələnməni ölçmək summativ qiymətləndirmədə öz əksini tapmış olur. Məsələn, D variantında ümumiyyətlə qiymətləndirmənin heç bir növünə aid olmadığı üçün biz onu məktəb daxili də götürmədik, amma ümumi qiymətləndirmə növü kimi də götürmürük. Davam edirəm. Müəllim şagirdlərə müstəqil şəkildə tapşırıq yerinə yetirməyi tapşırır. Tapşırığın icrası zamanı məsələlərin birinin həlli alınmır. Şagird həyəcanlanmır, məsələni analiz edir, öz əvvəlki biliklərini nəzərdən keçirdir və fərqli həll yollarını yoxlayır. Şagird haqqında hansı fikri demək olar? Birinci belə situasiyaları özünüz təhlil edin. Bəlkə siz təhlil edəndə elə cavabı tapacaqsınız. Tapşırığın icrası zamanı deyir, ilk cəhddə alınmır. Uşaq məsələni analiz edir, öz əvvəlki biliklərini nəzərdən keçirdir. Yəni, emosional intellektini də qoruyur burada şagird, öz biliklərindən də istifadə edir. A variantında deyir ki, vaxtı düzgün idarə edir. Vaxtdan söhbət getmədi burada. Şagirddə informasiya savadlığı yüksəkdir. Şagirddə informasiya savadlığından daha çox, məsələn, burada şəxsi təşəbbüs daha yüksəkdir. Yəni, öyrənmədən geri çəkilmədi də. İnformasiya deyə bilmərik biz buna. Gedib informasiyalardan istifadə etmədi çünki. Şagirdin davranışında özünü monitorinq bacarığı inkişaf edir. Özünü monitorinq odur ki, öz işini izləsin, qeydlər götürsün. Amma burada daha üstün bir şeydir şagird. Uğursuzluq yaşayır, yenidən davam edir. Yəni, bir növ özünü tənzimləmə, metakognitiv bacarıqlardan olan özünü tənzimləmə komponentini reallaşdırmış olur. Vəziyyətə uyğunlaşdırmağa çalışır, öz belə deyək, strategiyasını təhlil etməyə çalışır. Və hansı variantda öz əksini tapır? D variantında. Şagird davranışında emosional sabitliyi nümayiş etdirir. Bəli, emosional sabitliyi nədir? Yəni, həyəcan keçirmirsən, anı idarə etməyə çalışırsan və özünü tənzimləmə bacarığı şagirddə yüksəkdir. Bu da doğrudur. Verilmiş situasiyada özünü qiymətləndirmə var. Burada hələ özünü qiymətləndirməyə qədər tam gəlib çatmayıb. Çünki nəticəsini müzakirə etmir də. Mən nəyi bildim, nəyi bilmədim demir. Sadəcə yenidən cəhd edib, yenidən başlamağa çalışır. Davam edirəm. 16. Müəllim şagirdlərə mövzu ilə bağlı qısa özünü qiymətləndirmə vərəqi təqdim edir. Bax, bu da özünü qiymətləndirmə. Şagirdlər əvvəlcə mövzu üzrə hansı bilik və bacarıqlara malik olduqlarını, hansı məsələlərdə çətinlik çəkdiklərini qeyd edirlər. Müəllim dərsin gedişini şagirdlərin ehtiyacına uyğun olaraq planlaşdırır. Hansı fikir doğrudur? A variantında deyir ki,
Müəllim diaqnostik qiymətləndirmənin nəticələrindən istifadə etdi. Əslində sual diaqnostik qiymətləndirmə kimi görünsə də, amma diaqnostik qiymətləndirmə deyil. Çünki deyir ki, mövzu ilə bağlı özünü qiymətləndirmə vərəqi verir. Şagirdlər əvvəlcə mövzu üzrə hansı bilik və bacarıqlara malik olduqlarını, hansı məsələdə çətinlik çəkdiyini qeyd edirlər. Yəni bu artıq 3-2-1 ola bilər və yaxud da müəyyən refleksiya üsulu kimi müəllim bundan istifadə edir. Diaqnostik qiymətləndirmə deyil amma. Müəllim fasilitator kimi öyrənmə prosesində yarana biləcək idraki maneələri əvvəlcədən müəyyənləşdirərək təlim mühitini adaptiv şəkildə təşkil edir. Müəllimlər, burada situasiya haqqında verilmiş ən doğru fikri bizdən istəyir. Əslində B variantı uyğundur. Öyrənmə prosesində hansı risklər yarana bilər, hansı maneələr ola bilər. Amma gəlin biz baxaq görək daha belə hər tərəfli situasiyamız varmı? Yəni müəllimin fəaliyyəti ilə bağlı. Çünki müəllim tək öyrənmə prosesində yarana biləcək maneələri aradan qaldırmaya da bilər. Müəllim burada şagirdlərin də öz metakognitiv bacarıqları olsun, tənqidi təfəkkürü olsun, öyrənmələrində nə baş verdi, bunu öyrənmək üçün gedə bilər. Yəni tək problem kimi düşünməməliyik bu situasiyanı. Müəllim reflektiv fəaliyyət vasitəsilə şagirdlərdə metakognitiv bacarıq formalaşdırır. Baxın, C variantı bizim ən uyğun variantımızdır. Yenə də deyirəm, B variantı situasiya olaraq düzdür, amma əvvəlcədən mən müəyyən edim ki, bu şagirddə hansı problem var, sırf problemi üzə çıxartmaq üçün tək bunu deyə bilmərik. Amma refleksiya sözünü istifadə edə bilərik həm müəllim üçün, həm də şagird üçün, çünki xeyirlidir. Metakognitiv bacarıqlar ola bilər, çünki uşaq özünü qiymətləndirmə prosesi etdi. Yəni C variantı tam uyğun variantdır, hər tərəfli əsaslı variantdır. Situasiyada müəllim şagirddə tənqidi təfəkkürü inkişaf elətdirə bilərdi. Müəllim şagirddə özünü monitorinq yox, özünü qiymətləndirmə bacarığını formalaşdırırdı. E variantda deyil. Müəllim müzakirə təşkil edir. Eşitmə çətinliyi olan şagird müzakirəni izləyə bilmir. Müəllim onun sosial qarşılıqlı fəaliyyət vasitəsilə öyrənməsini təmin etmək istəyir. Hansı yanaşma daha məqsədə uyğundur? Sosial qarşılıqlı fəaliyyət deyirsə, burada artıq biz 100% düşünməliyik ki, müəllim onu əməkdaşlığa cəlb etməlidir. Baxın, A variantda deyir ki, müəllim ayrıca ona dərs izah etməlidir. Burada sosial münasibət yoxdur. Müəllim şagirdləri əməkdaşlığa təşviq edir, öyrənmə prosesində qarşılıqlı fikir mübadiləsini qurur. Baxın, B variantı Lev Vygotskyinin sosial inkişaf nəzəriyyəsinə uyğundur. C variantı nəyə görə doğru deyil? Deyir, şagirdin diqqətini cəlb etmək üçün ona suallar verir. Uşaq eşitmir, problem yaşayır və müəllim də ona açıq suallar verir. Nə dərəcədə uyğundur bu? Təbii ki, doğru deyil. Müəllim şagirdə müzakirədən sonra əlavə oxu materialı verir. Problem müzakirənin anlaşılmamasıdır. Müəllim şagirdin dərsə qatılımını asanlaşdırmaq üçün mövzunu qrafik, şəkil və digər vizual vasitələrlə zənginləşdirə bilər. Y variantı doğrudur. Məsələn, baxın, sosial qarşılıqlı münasibət istəməsəydi Y variantını götürərdim. Amma Y variantı daha çox dərsi izah edəndə eşitmə çətinliyi olan uşaqlara kömək edir. Başa düşdünüz? Yəni tam olaraq əsaslı variant deyil də. Məsələn, eşitmə çətinliyi olan uşaqlarda dərsi izah edirəmsə, o zaman mən şəkil, vizual vasitələr, qrafiklər, bunlardan istifadə edərəm, dərsi uşaqlara izah edərəm ki, həmin uşaq da öyrənsin. Amma hal-hazırda müzakirə gedir də, yəni biz danışmalıyıq, mən uşaqlarda ünsiyyət bacarığı formalaşdırmalıyam. Ola bilər şagird mənim səsim ona geç çatır və yaxud da şagird eşitmə problemi yaşayır. Mən qrup işi yaradaram və həmin qrup işində uşaqların hamısı üçün ünsiyyətin əlçatan olduğunu reallaşdıraram. Davam edirəm. Hansı fikir yanlışdır? Qrup işi zamanı müəllim fəaliyyət başa çatdıqdan sonra müdaxilə etməlidir. Elə yanlış olan A variantıdır. Çünki biz elə olur ki, elə qrup işində də nəyəsə müdaxilə etmək məcburiyyətində qalırıq, istiqamətləndirmək məcburiyyətində qalırıq. A variantı səhvdir. O biri variantlar isə
Məsələn, əməkdaşlıq ünsiyyət səriştəsini uşaqlarda formalaşdırır, doğrudur. Şagirdlər dərs zamanı əldə etdikləri bilik və bacarıqlardan əlavə məhsuldar işləmələrinə görə də qiymətləndirilə bilər. Biz həmişə deyirik ki, uşaqları akademik və sosial bacarıqlarına görə qiymətləndirin. C variantı doğrudur. Müəllim düşündürücü suallardan istifadə etməklə şagirdləri məqsədə doğru istiqamətləndirə bilər. Düzdür, yəni fasilitatorluq edib əlavə suallar verər. Bir var biz deyək, sən səhv cavab verdin, otur. Amma bir də var ki, istiqamətləndirici suallar veririk və onun doğru cavaba gəlməsinə kömək edirik. Y variantında da deyir ki, müəllim qruplarda müxtəlifliyi nəzərə almaq üçün şagirdləri fərqli xüsusiyyətlərinə görə qruplaşdırmaq məqsədə uyğundur. Bəli, məsələn, fərqli xüsusiyyətlər nə deməkdir? Heterogen qruplar deyir, yaratmaq lazımdır. Əgər uşaqlar müxtəlifdirsə, o zaman elə biz fərqli xüsusiyyətlərə malik olan uşaqlardan ibarət qruplar yaratmalıyıq. Eyni intellektli uşaqları bir yerə toplaya bilmərik. Orada həmişə qarışıq intellektli uşaqlar olmalıdır ki, uşaqlar bir-birlərindən öyrənsinlər. İş üsullarına aid uyğunsuzluğu müəyyən edin. Sinektika sual-cavaba əsaslanan strategiyalardan biridir. Bu strategiyanın əsas iş prinsipi suala verilən cavabdan yeni sualın çıxarılmasıdır. Qabaqda yazılıb doğru, amma bu sinektikaya aid deyil, Sokrat dialoquna aiddir. Elə uyğunsuzluq birdədir deyə götürürəm. Zigzag, Sinkven, qızıl dairə, 4M1 KH oxuyub anlamı bacarığını formalaşdırır. Bəli, formalaşdırır. Ona görə içini götürmürəm və variantda oldusa çıxardıram. Ən səmərəli qərar vermək qərarlar ağacıdır. Qarşısında yazılıb klaster, burada da yazılıb yanlış. Üçü də götürürəm, çünki qabağında yanlış yazılıb. Deməli, üzr istəyirəm, yox, yanlış yazılıb, götürmürəm. Uyğunsuzluğu istəyir axı. Doğru yazılsaydı götürərdim. Əsas fikrin müəyyən edilməsi 4M1 KH, qızıl dairə. Əsas fikrin müəyyən edilməsi, bəli, 4M1 KH ilə qızıl dairədə açar söz kimi istifadə olunur, amma qabağında yanlış yazılıb. Ona görə də 4-ü götürmüş oluram burada. Müxtəlif kreativ ideyaların bir yerə toplanması və bölüşdürülməsi beyin həmləsinə aiddir. Ona görə də 5-i də götürmürəm. Deməli, səhv cavabımız oldu 1 ilə 4. Və sonuncu sualımızdır. Dəyərli müəllimlər, əgər hələ də izləyirsinizsə bu izahı, videonun sonunda bəyənməyi və rəy yazmağı unutmayın. Sizin rəyləriniz, bəyənmələriniz bizim daha çox müdavimin qarşısına çıxmağa kömək olur. Həm siz insanlara kömək etmiş olursunuz, həm də burada biz müəllimlərə yol göstərmiş oluruq. 20-də düşüncə haqqındadır, düşüncə formaları haqqında. Dastanlarda bədii ifadə vasitələrindən olan mübaliğə və litoda daha çox işlənir. Kitab-ı Dədə Qorqud, Tahir və Zöhrə dastan janrına aiddir. Baxın, dastanlara aid qayda dedi. Daha sonra bizə nümunə göstərdi. Kitab-ı Dədə Qorqudla Tahir və Zöhrəni. Yəni, birinci qaydada biz artıq bildik ki, dastanda nə olacaq? Mübaliğə və litoda, düzdür. Əgər Kitab-ı Dədə Qorqud və Tahir və Zöhrə dastansa, deməli burada da mübaliğədən və litodadan istifadə olunub. Yəni, nümunədən qaydaya yox, qaydadan nümunəyə gəlmiş olduq. Ona görə də bu deduktiv düşüncəyə aiddir. 20-də C variantı. Belə dəyərli müəllimlər, imtahana artıq sayılı günlər qalır və bu sayılı günlərdə biz FES Akademi olaraq demək olar ki, hər bir gündən bir qəbul səviyyəli sınavlar paylaşırıq. Siz də bu sınavlardan yararlanmaq üçün mütləq kanallarımıza abunə olun, kanalları izləyin ki, sınavlar aktiv olanda onları görə biləsiniz. Sağ olun, növbəti sınavlarda görüşərik.